həyat da göstərir ki, qan təzyiqini və qanda xolesterini qaydasında saxlayan adamlarda infarkt, insult və ölüm faizi qat-qat aşağı olur. O ikisini gözləməklə ölüm faizi 2 dəfə, yəni 50% azalır. Evində təzyiq ölçən aparatı var. Ölçmədən içib. Baxıram təzyiq, ay Allah, haradadır? Lap aşağı düşüb. Deyirəm, yoxdur aparatın. Deyir, var. Deyirəm, niyə? Ölçmədən içsən? Deyirəm, niyə? Mənim həkimim dedi ki, hər gün bir tabletka təzyiq dərmanını ölənə kimi içməyəsin. Ay qardaş, həkimin biri də mən. Həkim dedi nədir? Sənin təzyiqin aşağıdır. Həkim hər gün gəlib sənin təzyiqin ölçəsi deyil ki, dünyanın o başından. Qardaş, təzyiqin səhər də ölç, günorta da axşamdır. O adam bir dəfə ölçür ki, onun təzyiqi oynamır. Bir yerdədir. Mənim təzyiqim kimi. 120-80. Mən oynamırsa, bir dəfə ölçüm, mənə bəs eləyir də. Heç ölçməsəm də bəs eləyir. Ona görə də mütləq mənada ehtiyatlı olmaq lazımdır. Və o cümlədən də həmi ürəklə, həmi beyinlə. Çünki yəni başda olan problemlər digər yerlərdə olan problemlərdən fərqlidir. Daşın var, güclü ağrı var, ağrı kəsici vuracaqsan, həkimə çatdıracaqsan, o dəqiqə ağrı tutan kimi öldürəsi deyil ki. Beyinlə ürəkdə fərqlidir. Orada bıxt, bir andır. Ehtiyatsızlıq eləndə. Bəzən heç söhbət öldürməkdən getmir. Pariz eləyir, paraliz eləyir, daha pis ömrü şikəst olursan, əmək qabiliyyətinin əlindən alır, əlil olursan və sonra peşman olursan, atalarımız yenə nə deyir? Sonraki peşmançılıq fayda verməz. Nə qədər peşman olursan, o qayda düzəlməyəcək. Ona görə də təbii ki, dediyim kimi mütləq mənada müayinə olunmaq lazımdır vaxt aşırı və ehtiyac varsa müalicə olunmaq lazımdır.